Dünyada ən çox raket silahına malik olan ölkələr. Ümumiyyətlə, burada söhbət qanatlı, ballistik raketlərdən, atom başlıqlı raketlərdən gedir və eyni zamanda söhbət uzaq yaxın mənzilli, müxtəlif ölçülü raketlərdən gedir. Taktiki və strateji. Birinci yer, Rusiya, 7000 raketi vardır. İkinci yer, Amerika Birləşmiş Ştatları, bunlarda raketlər 6500'dür. Üçüncü yer, Çin, 3500'dən çox raketi vardır. Dördüncü yer, Şimali Koreya, 1000'dən çox raketi vardır. Bəzi məlumatlarda hətta 2000 də göstərilir, lakin ümumi statistik rəqəm 1000'dir. Və ən nəhayət 5-ci yer, Hindistandır ki, 1000'dən çox raketi vardır. Onu da deyim ki, bu məsələyə, yəni bu statistik göstəriciyə raketlərin keyfiyyəti, müasir standartlara cavab verməsi aid deyil. Buna aid olan yalnız və yalnız həmin raketlərin say baxımından olmasıdır. Və bu baxımından da birinci yer tutan Rusiyadır. Onu deyim ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni raket sistemləri də ixtira eləyir və onu da Ukraynada sınaqdan keçirtməklə məşğuldur. Lakin hazırda birincilik hələ ki Rusiyanın əlindədir.